Hər birinizi salamlayıram, hörmətli valideynlər, əziz müəllimlər, əziz şagirdlər. Onu da qeyd edim ki, bugün artıq tədris ilinin 2021-2022-ci tədris ilinin sonuncu dərs günüdür. Biz bu tədris ilini də sona getirdik və bu münasibətlə şagirdlərimizi xüsusən də müəllimlərimizi təbrik edirəm ona görə ki, müəllimlərimiz bu işdə daha çox əziyyət çəkirlər. Müəllim çünki şəxsiyyət yetişdirir, müəllim mənəviyyat deməkdir, müəllim mədəniyyət deməkdir. Bu yerdə istəyərdim Ulu Öndər Heydər Əliyevin müəllim haqqında kəlamını deyim. O deyirdi, mən müəllimdən böyük ad tanımıram. Doğrudan da müəllim işi çox şərəfli və məsuliyyətli işdir. Mən niyə görə müəllimdən çox danışıram? Çünki bugünkü tədbirimizin əsas obrazları, 9-cular məhz bizim müəllimlərimizin yetirmələridir. Onlar